Əsassız erməni iddiaları ilə Mübarizə Dərneyi Azərbaycanın bir neçə qeyri-hökumət təşkilatı ilə əməkdaşlığa dair protokol imzalayacaq. Bunu Bakıda səfərdə olan təşkilatın idarə heyətinin sədri Göksəl Gülbey deyib. Erməni yalanları ilə mübarizədə güclərin birləşdirilməyə çalışdıqlarını söyləyən Göksəl Gülbey, Azərbaycana səfər çərçivəsində hərəkata da start verəcəklərini deyib. Gülbey, aprelin 24-də İranda ermənilərin uydurma soyqırım tədbirləri keçirməsinin qarşısını almaq üçün fəaliyyətə başladıqlarını da açıqlayıb. Aprelin 24-də Osmanlı dövləti ərazisində bir erməninin belə qətlə yetirilmədiyini bildirən Göksəl Gülbey, bunu arxiv materiallarında sübut etdiyini və ermənilərin bəhs elədiyi köçürülmə hadisəsinin bu tarixə təsadüf eləmədiyini deyib. Və buradakı sivil toplum örgütləri ilə, kuruluşları ilə birlikdə bundan sonra ortaklaşa protokol yapıb Türkiyə və Azərbaycanda ortaq çalışmaq istəyirik. Buraya gəlmemizin səbəbi də bundan sonraki yapacağı bütün